Ramazana hazırlıq dərslərindən qeyd olundu ki, tövbə ilə Ramazana hazırlaşmaqdır. Yəni, insanın səmimi olaraq nasuh tövbə etməsi, şərtlərini yerinə yetirərək, əməli tərk edib, peşman olması, gələcəkdə ona qayıtmamağı əzm etməsi. Quranda Kəb radiyallahu anhunun tövbəsi keçir. Təbuk döyüşündən geridə qaldığı zaman və Peyğəmbər sallallahu aleyhi və səlləmə qoşulacağına ümid edirdi. Lakin gecikir və Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə qayıdır və Mədinəyə qayıtdıqdan sonra yəni gecikdiyinə görə Kəb radiyallahu anhu çox peşman olur. Və istəyir ki, tövbəsini Peyğəmbər sallallahu aleyhi və səlləmin qarşısında etsin və münafiqlər kimi etməsin. Yəni, münafiqlər gəldilər, yəni müxtəlif üzürlərlə, bəhanələrlə gəldilər. Amma Kəb radiyallahu anh isə deyir ki, mənim heç bir üzrüm yox idi. Və inşallah onun qissəsi Buxarıda keçir. Onunla Peyğəmbər sallallahu aleyhi və səlləmin arasında olan bu söhbət deyir ki, həttə ci'tu, mən nəhayət gəldim, fələmmə səlləmtu təbəssəmə təbəssüməl muğdabi. Mən gəlib salam verdim, amma Peyğəmbər sallallahu aleyhi və səlləm qəzəbli halda təbəssüm etdi. Və sonra dedi ki, gəl. Və yeriyərək gəldim, onun qarşısında oturdum. Fəqalə li mə xəlləfək, mənə dedi ki, səni geridə saxlayan nə oldu? Və məgər sən miniyini satmamışdın mı? Dedim ki, bəli. Vallahi ləv cələstu ində qeyrikə min əhlid dünya lərəəytə ən əxrucə min saxatı bi'udrin. Və deyir ki, Allaha and olsun ki, mən səndən başqa digər dünya əhlinin yanında, qarşısında otursam, hər hansı bir üzürlə, bəhanə ilə mən onun qəzəbindən çıxa bilərəm. Mənə deyir, mübahisə etmək bacarığı verilmişdi. وَلَكِنْ وَاللّٰهِ لَقَدْ عَلِمْتُ اِنْ حَدَّثْتُكَ الْيَوْمِ حَد۪يثَ كَذِبٍ. Lakin Allaha and olsun ki, mən bugün sənə yalan danışsam, sən məndən razı qalacaqsan, sən razı qalacağın bir yalan söyləyən, bəhanələr gətirsəm, amma la yuşikannallahu an yuskhitaka alayya. Amma Allahın qəzəbi və həmçinin səni mənə qəzəbləndirməsi də yaxındır. Və leyn haddəthuka haditha sidqin tecidu alayya fihi. Əgər mən sənə doğru desəm, sənin mənə qəzəbin tutacaq. İnni lə arcu fihi affallah. Amma bununla yanaşı mən Allahın məni əff etməsini istəyirəm. La vallahi mə kənə li min uzrin. Allaha and olsun ki, mənim heç bir üzrüm, bəhanəm yox idi. Vallahi mə kuntu qattu aqva və lə əysər minni hinə təxəlləftu ankə. Və həmçinin and içərək deyir ki, yəni bu geridə qaldığım vaxt ən güclü və imkanımın da ən çoxlu olduğu bir vaxt idi. Yəni, bəzən olurdu ki, insanlar gedə bilmirdilər, onların imkanı yox idi. Gedəcək minikləri yox idi. Amma deyir ki, mən hər şeyim var idi. Fəqal Rasulullah sallallahu aleyhi və səlləm və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əmmə hədə fəqad sadaq. Yəni, buna gəldikdə deyir, bu doğru dedi. Fəqum həttə yaqdiyallahu fikə. Qalx, Allah Teala sənin haqqında hökm verənədək. Mən də qalxdım deyir.
Yəni burada imtihan başlayır və çətin maneələr və insanla tövbənin o şərəfini əldə etmək, ona nail olmaq arasında bir maneələr girə bilir. Lakin sıdqa tövbəti və səbət aleyh. Lakin Kəb radiyallahu anhunun tövbəsində sadiq olması və sabitliyi Allah Teala'nı onu müvəffəq etdikdən sonra o möhkəm qaçan atlar kimi büdrəmir. Kulləmə i'taradahu aqabə. Hər dəfə onun qarşısına bir maneə çıxdığı zaman o qəhrəmanların onu aşdığı kimi onu aşır. Yəni baxın nə kimi onun qarşısına maneələr çıxır. Və lina'lem kəzəlikə izaməl qanim. Və eyni zamanda burada olan qənimətin böyüklüyünü və gözəl aqibəti, onun əldə etdiyi gözəl aqibəti bilək. Qısaca olaraq Ca'ahu rical min bani umumiyyəti min bani Səlimə. Bəni Səlimə qəbiləsindən olan onun qohumlarından kişilər gəlir və onu danlayırlar. Onu danlayırlar və deyirlər ki, nə olar sən də digər geridə qalanlar kimi müəyyən bəhanələr gətirərdin, üzürlər gətirərdin. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm sənin üçün istiğfar edərdi, bağışlanma diləyərdi və onun da bağışlanma diləməsi sənin günahlarını aparır. Və deyir ki, فَوَاللّٰهِ مَا زَالُ يُؤَنِّبُونِ حَتَّى أَرَدْتُ أَنْ أَرْجِيَ فَأُكَذِّبَ نَفْسِي. Vallahi o qədər məni danladılar ki, mən nəhayət istədim ki, qayıdaraq özümü yalanlayım. Və həmçinin maneələrdən nə idi? Peyğəmbər sallallahu aleyhi və səlləm o geridə qalan, yəni 3 nəfərlə danışmağı qadağan etmişdi. Və Kəb radiyallahu anh deyir ki, fəctənəbənə ən-nəs. İnsanlar bizdən çəkindi və bizə qarşı dəyişdilər. Fəməhiyyə əlləti a'rifu. Elə bil ki, onlar və hətta yaşadığım yer elə bil ki, mənim tanıdığım yer deyil. Fələbithnə alə dəlikə 50 leylə. Yəni bu cür 50 gecə, yəni 50 gün davam etdi. Və Kəb ibn Məlik deyir ki, müsəlmanların mənə qarşı olan bu hərəkəti, yəni bir növ sərt davranışı uzun oldu. Məşəytu hətta təsəvvər cidar haydı Əbi Qatadə. Və gedərək Əbu Qatədənin divarını açdım. Əbu Qatadə mənim əmim oğlu idi. İnsanlar içərisində mənə ən sevimlisi idi. Fəsəlləmtu aleyhi və ona salam verdim. Fəvallahi mə raddə aleyyə sələm. Allah and olsun mənə salam qaytarmadı. Fəqultu ya Əbə Qatadə. Və dedim ki, Əbu Qatadə, yəni Allah adına səndən soruşuram. Həl tə'ləmuni uhibbullah və rasulə. Yəni sən bilirsənmi ki, mən Allahı və Rasulunu sevirəm? Sustu. Fəuddu ləhu fənəşədduhu fəsəkət. Yenə qayıdaraq ona Allah xatirinə soruşdum və yenə soruşdum. Və o da deyir ki, Allah və Rasulü aləm. Allah və Rasul daha yaxşı bilir. Fəfadat aynə, yəni gözlərindən yaşı axdı. Və təvəlləytu həttə təsəvvərtul cidar və arxa çevirə yenə divardan açdım. Və həmçinin maneələrdən 4-cü o idi ki, yəni insan necə çətindir o tövbə üzərində qalması. Rum hökümdarı baş verəni bilir və ona məktub yazır. Və deyir ki, əmmə bə'd fə inni bələğəni ənə sahibə qad cəfək. Deyir, mənə çatdığına görə sənin dostun sənə qarşı sərt davranıb və ləm yəcəlkə Allah bidəri havani və ləmədiyə fəlhaq binə nüvəsik. Yəni, Allah Teala səni aşağı bir yerdə qoymayıb və sən bizə qoşul, biz sənə yardım edək. Fəqultu ləmmə qara'tuha. Və mən bu məktubu oxuduğum zaman dedim ki, bu da bir imtihandır. Fətəyəmməmtu bihə tənnur fəsəcərtuhu bihə. Təndirə tərəf yönəldim və o məktubu təndirdə yandırdım. Yəni, sonra ikinci dəfə oxuyub vəsvəsələri gəlməsin. Dərhal yandırır ki, artıq vəsvəsələri də dəf etsin. Və həmçinin maneələrdən hətta idəmalat 40 leylə minəl 50. 50 gecədən 40-ı keçdiyi zaman Peyğəmbər sallallahu aleyhi və səlləm mənə tərəf gəlir
və deyir ki, İnna Rasulullah sallallahu aleyhi və səlləm, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm elçisi gəlir və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, hətta yoldaşından da ayrılasan. Dedim ki, onu boşuyum, yoxsa necə? Qalə lə, boşama. Və lakin i'təzilhə və lə təqrab. Ondan uzaq ol, ona yaxınlaşma. Və arsələ ilə sahibəyə mislə dəlik və məni iki yoldaşıma da, hansı ki onlar da döyüşdən geri qalmışlar, onlara da bu əmir gəlir. Mən də yoldaşıma dedim, İlhaqi bi əhliki fəkuni indəhum. Sən ailənin yanına get, onların yanında qal, Allah Teala bu iş barəsində bir hökm verənədək. Fələmmə iktəmələt 50 leylə ənzəlallahu cəllə və alə tövbətəhum. Və artıq 50 gecə keçdikdən sonra Allah Teala onların tövbəsini, yəni tövbəsinin qəbul olmasını nazil edir. Və alə thələthətillədinə xullifu həttə izə daqat aleyhimul ardu bima rahubət və daqat aleyhim anfusuhum və zannu əllə məlcə minəllah illə iləyh thumma təbə aleyhim liyətubu innallahu və təvvabur rahim. Təbuk döyüşündən geridə qalmış 3 nəfərin də tövbəsini qəbul etdi. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmişdi. Ürəkləri kədərdən sıxılmış və beləliklə də onlar Allahın əzabından yalnız ona sığınmaqdan başqa bir çarə olmadığını anlamışdılar. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən də Allah Teala tövbələri qəbul edəndir və rəhimlidir. Və Ka'b deyir ki, fələmmə səlləmtu alə Rasulillahi sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləmə salam verdiyim zaman, yəni üzü sevincdən parıldayırdı. Əbşir bi xeyri yevmin marra aleyke mundu vələdətkə ummuk. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, anandan doğulan gündən bəri o günlər içərisində ən xeyirli bir günlə sevin. Yəni günlər içərisində ən xeyirli gün Allah Teala'nın sənin tövbəni qəbul etdiyi gündür. Həqiqətən insanın Allaha tövbə etməsi qəlb əməllərinin ən əfzəli, ən ucası sayılır. Həqiqətən tövbə qəlbin tövbəsidir. Sonra əzaların tövbəsidir. Allah Teala'nın bizə əmr etdiyi tövbə, yəni bir mənada kifayətlənmir. Bir neçə mənaları özündə əhatə edir. Bunlardan birinci günahlardan insanın tövbə etməsi, həm böyük günahlardan, kiçik günahlardan, zahiri və batini günahlardan və həmçinin insanın müqəssirliyinə görə tövbə etməsi, yəni itaətlərə qarşı etdiyi müqəssirliyinə görə və onları, ibadətləri lazım şəkildə etmədiyinə görə tövbə etməsi. Və buna görə də fərz namazdan sonra nə buyurulub? İstiğfar. Mesela nə üçün namazdan sonra dərhal istiğfar edir? Yəni ona görə istiğfar edir ki, namazımı yaxşı qıla bilmədiyimə görə. O müqəssirliyinə, insan namazda olan müqəssirliyinə görə tövbə edir. Və həmçinin gecə namazı qılanlar səhər vaxtı, sahur vaxtı istiğfar edirlər. Yenə müqəssirliklərinə görə və həcc əməlindən sonra yine istiğfar gəlir. İbn-i Qayyim rahimehullah buyurur ki, Allah Teala'nın bu sözü hakkında لَقَدْ تَابَ اللّٰهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ الَّذ۪ينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ. Yəni Allah Teala müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmış üzrəyken Peyğəmbəri çətin anda onun ardınca gedən mühacirləri və ansarı, yəni əvvəlcə tövbəyə müvəffəq etdi, sonra da onların tövbələrini qəbul buyurdu. Çünki Allah Teala onlara qarşı çox şəfqətlidir və rəhimlidir. Və buyurur ki, "Hədə min a'zami ma ya'riful abd qadrat tövbə və fadliha indallah." Və bu da insanın Allah qatında, yəni bildiyi tövbənin ən üstün formasıdır. Və ənhə gayətu kəmalil mümin, və tövbə insanın, müminin kamilliyidir. Fə innəhu subhanahu a'tahum hədəl kəmal. Yəni Allah Teala bu kamilliyi döyüşdən sonra onlara verir. Yəni onlar canlarıyla, mallarıyla döyüşə girirlər. Yəni öz malları üçün və kanatu əmrihim en təbə aleyhim. Və yəni sonunda Allah Teala onları tövbəyə müvəffəq edir, qəbul edir. Və lihədə cəalən nəbi yevmə tövbəti Ka'b ibn Malik, və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm Ka'b ibn Malik'in tövbə etdiyi günü onun yəni keçdiyi günlər içərisində, yaşadığı günlər içərisində anasından doğulandan bəri ən xeyirli gün hesab etdi.
Və la ya'rifu hada haqqa ma'rifati. Yəni bunu haqqıyla kim bilir? Allah haqqıyla tanıyanlar. Allahın onun üzərində olan haqqını bilən insanlar bilir ki, tövbə necə bir əməldir. Və arafa ma yenbəği lehu min ubudiyyəti. Yəni nəyə görə? Çünki Allah haqqıyla tanıyanlar bilirlər ki, nə qədər ibadət etsələr də Allaha haqqıyla, lazımınca, layiqincə ibadət etmək mümkün deyil. Ona görə müqəssirliyinə görə tövbə edirlər. Və ennellezî qâm bihi minel ubûd bin-nisbeti ilâ haqqi rabbi kaqatratin fî bahr. Və nə qədər ibadəti yaxşı etsə belə Rəbbinin haqqının qarşısında dənizdəki bir damcı kimidir. Və həmçinin tövbənin növlərindən insanın şükürdə yol verdiyi müqəssirliyə görə tövbə etməsi. Həm dini nemətlərə və həmçinin dünyavi nemətlər. Həm zahiri, həm də daxili. Allah Teala buyurur: "Və qalilun min ibadiyəş-şəkur." Mənim şükr edən bəndələrim azdır. Və həmçinin tövbənin növlərindən insanın Allah'a həmd etmək, Allahı zikr etmək, təsbih etmək, Allah Teala'nın layiq olduğu şəkildə səna etməkdə yol verdiyi müqəssirliyə görə tövbə etməsi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi ki, "Lə uhsi sənəən aleyk." Səni lazımınca, layiqincə tərifləyə bilmərəm. "Əntə kəmə əsnəytə alə nəfsik." Və sən öz-özünü təriflədiyin kimisən. Və həmçinin tövbənin növlərindən müstəhəbləri tərk etməyə görə tövbə etmək. Və bir də məkruhları. Yəni, bəzən görürsən, bunları insan heç ağlına gəlmir. Yəni, müstəhəb, belə baxanda müstəhəbi tərk etmək günah deyil. Amma görürsən ki, müstəhəbi tərk etməyə görə də insan tövbə etməlidir. İbn Teymiyyə rahimehullah buyurur ki, "Ət-təvbətü nəv'an, vacibətun və müstəhəbbə." Tövbə iki növdür. Vacib olan tövbə var və bir də müstəhəb olan tövbə vardır. Vacib olan tövbə insan əmri tərk etdiyinə görə və yaxud qadağanı etdiyinə görə tövbə etməsi bu vacibdir. Bu hər bir mükəlləfə vacibdir ki, buna görə tövbə etsin. Necə ki, Allah Teala bunu Rasulların dili ilə öz kitabında əmr etmişdir. Və bir də müstəhəb olan tövbə vardır. Yəni, müstəhəb əməlləri tərk etdiyinə görə və məkruhları etdiyinə görə tövbə etməsidir. Yəni, kim birinci tövbə ilə kifayətlənərsə, o əbrarlardan, muqtasidlərdən olar, möminlərdən olar. وَمَنْ تَابَ التَّوْبَتَيْنِ كَانَ مِنَ السَّابِقِينَ الْمُقَرَّبِينَ. Və kim iki tövbəni edərsə, həm vacib tövbəni, həm müstəhəb tövbəni edərsə, o öndə gedən muqarrablardan olar. وَمَنْ لَمْ يَأْتِ بِالْأُولَى كَانَ مِنَ الظَّالِمِينَ. Amma birinci tövbəni etməyən isə zalimlardan olar. Ya kafirlərdən və yaxud da fasiqlərdən ola bilir. Və həmçinin tövbənin dərəcəsini bildirən müəyyən işlər vardır. Onlardan biri də Allah Teala'nın qulun tövbəsinə sevinməsi. Allah Teala'nın da sevinməsi özünün cəlalına, əzəmətinə layiq şəkildədir. Bənzətmədən, təvil etmədən, inkar etmədən, necəlik, keyfiyyət vermədən. Və Allah Teala da yalnız uca bir işə görə sevinir. Ənəs bin Məlik radiyallahu anhudan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Lallahu əşəddu fərəhan bi təvbəti abdi hinə yətubu ileyh." Yəni, Allah Teala'nın sevinci, yəni qulun tövbəsinə olan sevinci sizdən birinin sevincindən daha şiddətlidir. Hansı ki, sonra misal gətirir, sizdən biri dəvəsi ilə çıxır, səhrada ikən üzərində bütün azuqəsi ilə birlikdə olan dəvəsi itir. Sonra artıq ümidini üzmüş halda bir ağacın altına gəlir və birdən görür ki, dəvə onun başının üzərindədir və sevincindən, dəvənin yüyənindən tutaraq və deyir ki, "Allahumma ente abdi və ana rabbuk." Allahım, sən mənim qulumsan, mən sənin Rəbbinəm. Sevincin şiddətindən xata edir. Yəni, ondan daha çox sevinir Allah Teala qulun tövbəsinə. Və həmçinin Allah Teala tövbə edənləri sevir. Necə ki, Bəqərə surəsində buyurur, "İnnallaha yuhibbut-tevvabin və yuhibbul-mutatahhirin." Allah Teala tez-tez tövbə edənləri və paklananları sevir. İbn Qayyim rahimehullah buyurur ki, "Fəleysə şə'nu ən tuhibballah, velakinnə şə'n ən yuhibbakallah." Əsas o deyil ki, sən sevəsən. Əsas odur ki, Allah Teala'nın səni sevməsidir. Əgər Allah Teala qulunu sevərsə, artıq soruşma. Orada olan xeyirlərdən, rəhmətdən, hansı ki insana nə qədər rəhmət, bərəkət nazil olur, onu əhatə edir, sevinclər.
Tuma'ninə, qəlb rahatlığı insanı bürüyür və həmçinin Allah Teala tərəfindən yardım gəlir. Onun qorunması hər tərəfdən onu əhatə edir. İlahi hədisdə də Allah Teala buyurur ki: "Fəizə əhbəbtu kuntu sem'ahu ellezî yesma'u bih." Əgər mən onu sevdimsə, onun eşidən qulağı olaram. Və basarahu ellezî yubsiru bih, onun görən gözü olaram. Və yedahu ellezî yabtashu biha, və onun tutan əli. Və rijluhu ellezî yemşi biha, və yeriyən ayağı olaram. Və leyn sa'alan le'utiyannah, və məndən bir şey istəsə istədiyini verərəm. Və leyn isti'adan le'uizannah, və mənə sığınarsa onu qoruyaram. Yəni bu da onu bildirir ki, yəni tövbə deyildiyi zaman yalnız müəyyən bir mənanı əhatə etmir. Gör nə qədər yəni işlərdə yəni tövbə var. Yəni bu cür tövbəni də kim anlayır? Yəni Allah Teala'nı haqqı ilə tanıyan kimsələr. Allah Teala'nı haqqı ilə tanıyanlar. Çünki insan Rəbbini haqqı ilə tanıyarsa, yəni öz müqəssirliyini anlayır. İnsan tanımadıkça, Allah'ı tanımadığı zaman, özünü də tanımadığı zaman, yəni onda insan elə bilir ki, etdiyi əməllər hamısı kamil formadadır və hətta etdiyi əməllərinə görə də nemətə layiq olduğunu belə düşünür. Amma Allah'ı tanıyan insan, yəni bilir ki, nə qədər etməsinə baxmayaraq əməlləri, yəni Allah Teala bundan da yəni ucasına layiqdir. Və həmçinin düşünür ki, bunu tam şəkildə etməsi yenə mümkün deyil və buna görə də öz müqəssirliyinə görə, səhlənkarlığına görə Allah Teala'dan bağışlanma diləyir. Və ona görə bu mənaları anlayaraq insanın tövbə etməsinin böyük təsiri vardır. Namaz qurtaran kimi dərhal istiğfar buyurub, istiğfar birincisi insanların öcbu, yəni dəf edir, özündən razılığı dəf edir və ikincisi orada olan müqəssirliyini etiraf edərək bağışlanma diləyir. Yəni belə olanda insanın əməllərinin də islahına, düzəlməsinə yəni səbəb olur. Yox, əgər insan bunu düşünməzsə, artıq mən əmr olunanı yerinə yetirmişəm kimi düşünərsə, yəni o insan əməlini düzəltməz. Amma insan Rəbbini yaxşı tanıyarsa, heç vaxt öz əməlindən razı qalmır. Nə qədər yaxşı etməsinə baxmayaraq razı qalmır, yenə öz-özünə söz verir ki, növbəti əməli daha yaxşı etməyə çalışacaqdır. Və buna görə də Şaban ayında da Ramazan başlamazdan əvvəl yəni bu əməllər, həm vacib tövbəni etməyə çalışmaq, həm müstəhəb tövbə. Yəni vacib tövbə odur ki, yəni günahlar edərkən və bir də vacib olan əməlləri tərk edərkən, yəni günahlara görə edilən tövbə vacib tövbədir. Və bir də var müstəhəb əməlləri tərk edərkən edilən tövbə müstəhəb tövbədir və bir də məhkruh, bəyənilməyən işlər insan gördüyü zaman, hətta ola bilsin yenə gələcək mübahlara görə, insan mübahlarda vaxtını çox keçirdiyinə görə tövbə etməsi də yəni vurğulanır.